Biznesdə biz uğursuz olduğumuz üçün deyil, uğursuz olduğumuz zaman verdiyimiz qərarlara görə itirməyə davam edirik. Gəlin sizə məsələni bir hekayə ilə daha aydın şəkildə izah edeyim. Hekayəmizin qəhrəmanı Kobe Bryant'dır. Kobe karyerasının ilk illərində komandası üçün önəmli oyunların birində 3 şut qaçırır. Hansı ki, bunun da nəticəsində komanda finala çıxa bilmir. Ondan sonra bir kənara oturur, başını qoyur əllərinin arasına və bir müddət dayanır. Sonrasında oyun davam edir. Oyundan sonra jurnalistlərdən biri yaxınlaşır Kobe'yə, deyir, sən orada nə hisslər keçirirdin? Kobe deyir, hisslərimin nə əlaqəsi burada? Yəni, mən orada nəyə görə o 3 şutu qaçırdığımı düşündüm, cavabını tapdım ilk öncə. Sonra nə etməliyəm ki, bundan sonra onu qaçırmayım? Onun da cavabını tapdım. Ona görə növbəti oyunda görüşənədək. Bizim normalda etməli olduğumuz budur. Vəziyyətə emosiyalarımızı qatmadan, vəziyyəti analiz edib, nəyə görə olduğunun cavabını tapıb və bundan sonra nə etməli olduğumuzun cavabına vermək. Lakin normalda biz nə edirik? Emosiyalarla qərar veririk. Bunu mən dəfələrlə etmişəm. Biznesdə bəzən əməkdaşlarla olan problemlərdən və yaxud da partnyorlarla olan problemlərdən əsəbləşib, emosional qərar verib özüm tək davam edərəm və yaxud da ki, bəzi qərarlar almışam, hansı ki, bu qərarlar sonradan məni daha böyük zərərlərə uğradıb. Ona görə artıq özümdə bir qayda kimi bir kənara yazmışam. Bir işdə uğursuz oldum, problem deyil. İtirə də bilərsən, bu normaldır. Sadəcə olaraq itirdin, uğursuz oldun, o zaman o işdən uzaqlaş bir müddət. Sonra ayıq başla geri qayıt. Belə deyək də, nəyə görə itirdiyin tap, qərar ver, nəyə görə uğursuz olmusan, sonra nə etməlisən ki, bir də bu səhvi baş verməsin, uğursuz olmayasan, bu sualların cavabını tap, işə davam et. Yox, əgər siz bu sualların cavabını tapa bilmirsinizsə, vermirsinizsə bu sualların cavabını, o zaman siz itirməyə davam edirsiniz deməkdir.